Azərbaycan tarixinin qəhrəmanlıq səhifələri hər zaman şəhidlərin qanı, igidlərin mərdliyi ilə yazılıb. Amma bu qəhrəmanların adını tarixə həkk edən təkcə onların göstərdiyi şücaət deyil, həm də dövlətin həmin şəxslərə verdiyi ali qiymətdir. Bu baxımdan Azərbaycanın milli qəhrəmanı və Vətən müharibəsi qəhrəmanı adları həm mənəvi, həm tarixi, həm də ideoloji baxımdan xüsusi mənə daşıyır. Azərbaycan xalqının bu günlərdə qeyd etdiyi Zəfər Bayramının 5-ci il dönümündə Vətən müharibəsi qəhrəmanı və Azərbaycanın milli qəhrəmanı fəxri adını daşıyan igidlər də gündəmdədir. Bu adların hər ikisi eyni ruhun, vətən sevgisinin, fədakarlığın və qeyrətin ifadəsidir. Onlara layiq görülən qəhrəmanların məqsədi eyni idi: Azərbaycanın bütövlüyü və şərəfini qorumaq. Azərbaycanın milli qəhrəmanı adı 25 mart 1992-ci ildə təsis olundu. Vətən müharibəsi qəhrəmanı adı isə 20 noyabr 2020-ci il tarixində təsis olunub. Bəs bu adlardan hansı daha yüksək fərqlənmə dərəcəsidir? Sosial şəbəkələrdə və cəmiyyətdəki müzakirələri nəzərə alaraq yuxarıdakı suala aydınlıq gətirməyə çalışaq. Vətən müharibəsi qəhrəmanı adı 2-ci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilir. Bu fəxri ad Azərbaycanın ən ali fərqlənmə dərəcəsidir. Vətən müharibəsi qəhrəmanı adının xüsusi fərqlənmə nişanı Vətən müharibəsi qəhrəmanı medalıdır. Vətən müharibəsi qəhrəmanı adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir. Vətən müharibəsi qəhrəmanı adı eyni şəxsə bir dəfə verilir. Vətən müharibəsi qəhrəmanı adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. Vətən müharibəsi qəhrəmanı adına azı 83 nəfər layiq görülür. Vətən müharibəsi qəhrəmanı adı verilən hərbçilərin 34 nəfəri döyüşlərdə şəhid olub, 49 nəfər isə sağdır. Vətən müharibəsi qəhrəmanı adı almış şəxslərə prezident təqaüdü verilir. Həmin təqaüdün məbləği 2200 manatdır. Azərbaycanın milli qəhrəmanı adı Respublikanın ikinci yüksək fərqlənmə dərəcəsidir. Bu fəxri ad Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Azərbaycanın milli qəhrəmanı adının xüsusi fərqlənmə nişanı 8 güşəli qızıl ulduz medalıdır. Azərbaycanın milli qəhrəmanı adı eyni şəxsə bir dəfə verilir. Azərbaycanın milli qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. Hazırda Azərbaycanın milli qəhrəmanlarının sayı 224 nəfərdir. Onlardan 15 nəfəri sağdır, qalanlar ya şəhid olublar, ya da sonradan vəfat ediblər. Azərbaycanın milli qəhrəmanı adı almış şəxslərə də prezident təqaüdü verilir. Həmin təqaüdün məbləği 2000 manatdır. Beləliklə, qanunvericiliyə görə Vətən müharibəsi qəhrəmanı adı Azərbaycanın milli qəhrəmanı adından bir pillə yüksəkdir. Vətən müharibəsi qəhrəmanı medalı döşün sol tərəfinə digər orden və medallardan yuxarıda taxılır. Ondan aşağı Azərbaycanın milli qəhrəmanının qızıl ulduzu taxılır. Qızıl ulduzdan aşağıda vətən uğrunda medalı taxılır.